когда Гейдар Алиевич решил возвращаться в Баку. А Аяз Мудалибов, тогдашний хозяин Азербайджана, очень этого боялся. Все-таки одну гадость, страшную гадость они сделали. Я не думаю, что Гейдар Алиевич знал этого человека. Его звали Аждар Ханбабаев, директор издательства «Азернешр». Но Аждар очень хотел встретить Гейдара Алиевича. Он звонил ему несколько раз по телефону. Гейдар Алиевич, вот мы, интеллигенция, будем на аэродроме вас встречать, приезжайте, какой рейс, все узнавал. Ну, а за ночь до возвращения Алиева в Баку позвонил незнакомый человек брату Алиева и сказал: передайте вашему брату в Москву, его друг Ханбабаев валяется мертвый в своих «Жигулях» у своего дома. Алиев все понял. Это и была черная метка. Поразительно, что это гибель, это смерть, это черная метка. Этот голос Горбачева его не остановил. Он все равно приехал. Biz aeroporta gələndə gördük ki, deputat aeroportun qabağında çoxlu adamlar yığıblar. Özü də ki, deməli, plakatlarla ki, Heydər Əliyevi Bakıya qoymayacaq, Heydər Əliyev Bakıya ayağını basmasın bu plakatlarla. Deyim sizə ki, o aeroportun qabağı dolu idi. Gördüm ki, bunların gözləri qızıb, çox qızıblar bunlar. Əlbəttə, bunların arasına Heydər Əliyevi çıxarmaq olmaz. Aeroportun bir köhnə dərvazaları var idi. Oranı açdırdıq, mən maşını saldım içəri. Bunların xəbəri yox idi, bu miting iştirakçılarının xəbəri yox idi. Trapdan düşən kimi Heydər Əliyevdən xahiş elədim, minsin maşına ki, oradan nələr çıxaq. Bax, eləncə, o dərvazanın qabağında bir maşın gəldi, durdu, indiyəcən yadımdadır. Deyirəm, Allah var, mən Allaha inanan adamam. Allah bizi qutardı o vaxtı. Biz gəlib dərvazadan çıxanda böyük bir zil maşını dolu daşla gəldi, saxladı dərvazanın qabağında maşını ki, biz çıxa bilməyək oradan. Uca xəbər tutmuşdular. Mən Adil, mənim şoferim vardı, rəhmətli Adilə dedim ki, Adil, nəyin bahasına olursa olsun, sən çıxmalısan. İnanın Allaha ki, ondan sonra əgər ayrı bir maşın, ondan da kiçik maşını gətirib o maşınla dərvazanın arasından keçirmək istəsəz, keçirə bilməzdiniz. Necə biz çıxdıq oradan, deyirəm, bir Allah bizə kömək elədi, Allah qutardı bizi, biz çıxdıq oradan və Heydər Əliyevi gətirdik sağ-salamat Cəlal Əliyevin evinə, orada qaldı bir neçə gün. Bir neçə gündən sonra da yola saldıq, Naxçıvana getdi. Heydər Əliyev cənabları hələ adi bir deputat kimi Naxçıvanda olanda bir gün gecə saat hardasa 1-in yarısı idi. Mənə iş otağına zəng vurdu və xahiş elədi ki, mən onun yaşadığı evə gedim. Çünki səhərisi bizim sessiya işə başlayacaqdı və Heydər Əliyev bildirdi ki, Dağlıq Qarabağda vəziyyət çox pisdir. Mən bunu hiss eləyirəm. İstəyirəm ki, bizim sessiyada Dağlıq Qarabağla bağlı siyasi bir qərar qəbul olunsun və Azərbaycan parlamentinə göndərilsin. Və o məndən xahiş elədi ki, mən gəlim evə, o qərarın bir hissəsini özü yazmışdı. Mən artıq evə gələndə, birinci mən evə gələndə ev şəraiti məni çox belə məyus etdi. 2 otaqlı bir mənzil idi. Bu günləri Naxçıvan Ali Məclisinin sədri işləyən Vasif Talıbovun mənzili idi. Balaca 2 otaqdan ibarət mənzil idi. Birində Vasif Talıbov öz ailəsi ilə qalırdı, birində Heydər Əliyev həmin oturmuşdu. O qərarı işləyirdi. Mən baxdım elə onun həm iş otağı idi, həm yataq otağı idi. Olardı otaq hardasa bir 12-14 kvadrat metr. 4 faraq əlyazma Dağlıq Qarabağla bağlı qərarı layihəsini o mənə təqdim elədi və xahiş elədi ki, mən sabah saat 11-ə kimi bunun deməli maşınxadan çıxarılmasını təmin edeyim və bir də dedi ki, sabaha vaxt azdır, sessiya biz çatıra bilməyəcək. Bu gün o səhərə kimi yatmayıb, o qərarı işləyəcək və məndən xahiş edildi ki, bir də saat 5-də
mən gəlim o qərarın qalan hissəsini aparım ki, işləyər. Haradasa mən 6-15 dəqiq işləmiş, bir də Heydər Əliyev ilə yaşadığım mənzilə getdim. Artıq qərar 6 varaqda əlavə öz xətti ilə yazdığı sənədləri mənə təqdim elədi. Səhərisi günü sesiyanın gündəliyinə biz Dağlıq Qarabağda olan vəziyyət haqqında məsələ daxil elədik və həmin qərarı demək olar ki, başdan ayağa Heydər Əliyev cənablarının öz əli ilə yazdığı qərarı biz qəbul elədik. O sənəd bu gün də mən hesab edirəm ki, siyasi sənədlər arasında ən qiymətli, ən tarixi bir sənəddir. İclasdan bir gün əvvəl demək qərar qəbul olunmuşdu ki, demək qətiyyən Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası sözündən Sovet Sosialist sözü qəti çıxarıla bilməz. Azərbaycanın üç rəngli bayrağı qəti qəbul edilə bilməz. Bütün bunlara baxmayaraq Heydər Əliyev cənabların mövqeyi o idi ki, səhərsi gün açılacaq bu sesiyada, yəni bu Sovet Sosialist sözdə götürülsün və Azərbaycanın üç rəngli bayrağı da qaldırılsın və həmçinin Azərbaycan Respublikası Ali Sovetinə də müraciət olunsun ki, Azərbaycan Ali Soveti də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin etdiyini özünün açılacaq yeni sesiyasında etsin. Sen kiminle hep sen ne boyun? Espri sen de danışıyorsun. 5 tane sanırım meşhurda değil bundan. Ne söhbet? Ne söhbet? Ne söhbet? Dili o eşsinler de. Gizli söhbet. Потому что, я вам скажу, русский народ верит сегодня. Вот выйдите сегодня на улицу к русским людям, идите посмотрите, что они скажут. İşte başını istiribay kim değil onu ya? Burada dediler ki, direnci olur. Hamının mənliyi var, hamının qeyrət var, hamının namusu var. Gizli. Bakın. Sonra sen diyeceksin ki söyülmelidir. İndi sen diyen niye söyülmelidir? Onu ben sana deyim. Я не смогу выполнять только решение КПСС. Но. Как получится, товарищи? Это не всегда удается. Я считаю, что всю страну, я имею в виду под страной Советский Союз, постигла большая беда в 1991 году. Это было после путча, и я считаю, что это было связано с путчем тоже. Первое, провозгласила свой суверенитет Россия из республик. Я все время думал, от кого же независимость Россия завоевала? От Эстонии или Киргизии? От кого? Развал Советского Союза, причиной которой является два человека, это Горбачев, прежде всего, и Ельцин, он ударил по всем союзным республикам, в том числе и по Азербайджану. 91-ci ilin avqust ayının 19-unda GKÇP hadisəsi baş verdi və demək Naxçıvanda da ləğv olundu Komünist Partiyası və sentyabr ayının ikisində demək, üçündə sesiya çağırıldı. İkisində çünki cəmaət mitinqə, nümayişə qalxdı ki, artıq Komünist Partiyası yoxdur və demək, parlament tam hakimiyyəti ələ götürməlidir. Və sentyabr ayının üçündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə demək, Azərbaycan Respublikasının bugünkü prezidenti Heydər Əliyev cənabları sədr seçildi. Sədr seçilən günün səhərsi də hala o sesiya gedirdi, sədr yerində oturmaq istəmədi. O bir daha bizə təklif elədi ki, bəlkə ayrı adam seçəsiniz. Mən onsuz da bir ağsaqqal kimi nə kömək lazımdır eləyəcəyim falan. Biz
dedik ki, yox, mütləq. Biz deyəndə, ümumiyyətlə, mən həm deputatları nəzərdə tuturam, həm xalqı nəzərdə tuturam. Çünki Ali Məclisin qabağında bəlkə 25-30 minə kimi adam miting eləyirdi ki, Heydər Əliyev o kresloda oturmalıdır və sesiyanı aparmalıdır və Respublika rəhbəri eləməlidir. binanın ətrafına yığılmış Naxçıvanlar tərəfindən qoyulan bu vəzifənin ifasından geri çəkilmək demək, xalqın bu ağır günündə qaçmaq deməkdir. Ona görə mən belə bir ziddiyyətli vəziyyətdəyəm və ziddiyyətli vəziyyətdə də qalıram. Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu zamanda, bu çətin devirdə yerinə yetirməliyəm. Bizim sədrimiz sesiyanı aparat bilmirsə, bu nə xalqın günahıdır, nə parlamentin səhər gəlib salam verib, bizim dedim da, bizim sədrimiz salam, deputatlara salam verib, sesiyanı aparmaqdansa, Allah verdi, qarış xeyirli mi çıxmışsan, nədən gelir söhbət? Söhbət ondan gəlir ki, yapmasınlar zalda, mən keçəcəm, həmişə də çəkmişəm. Çünki sakit bir cəmaat orada qurulur, 6 nəfər burada yatır, elə deyirlər, niyə yatır? Теперь не надо было это выходить. Вот в этом и разница. Это ложный патриотизм, где выносить... Gəlin eləməyəyi görməsin. Спящих депутатов, мало того, это и образно спящий парламент. Понимаете, вот в чем вопрос. Об этом во всем узнает весь мир теперь. Я как корреспондент сделаю все, об этом узнает весь мир. Həmin dövrdə Naxçıvanda böyük, ağır döyüşlər gedirdi və həmin döyüşlər zamanı xeyli bizim həm əskərlərdən şəhid olanlar vardı, həm də ki, yaralananlar vardı. Mənim yadımdadır, sədərət döyüşlərin birində 14 əskərimizin meyidi döyüş arasında qalmışdı. Biz ondan çıxarda bilmirdik. Onda Heydər Əliyev Ağsaqqal kimi müraciət elədi. Krasnı Krestin, Qırmızı Xaç Cəmiyyəti nümayəndələrinə. O vaxtlarda Türkiyə ilə sərhədlərimiz adımıza çox açılmamışdı. Onların köməkliyi ilə biz həmin o şəhid olan şəxslər götürdük. Həmin döyüşlərdə Naxçıvandan və Azərbaycandan da artıq bizim ordu formalaşanda bir çox hallarda əsir düşənlərimiz olmuşdu. O əsirlərin geri qaytarması üçün Heydər Əliyev cənabları gecə günüz çox böyük səy göstərdi. Ay Allah, nə çıxılmaz dərdə düşmüş. Oy bala. Qardaş, çək qurtarın. Çək başım. Axtarıram, bac, axtarıram. Mən sizə dedim ki, o ermənilərin birinci hücum günü bir dəstə bizim adamlar itibdir. Onların aqibətini biz axtarırıq. İndi cürbəcür şairlər yayırlar onun haqqında. Mən məsələni tam aydınlaşdırmamış bu məsələni eləməyəcəm. Mən Şveysariyadan Qırmızı Xaç təşkilatı var. Bilirsiniz, Qırmızı Xaç təşkilatı. Qırmızı Ayparaq. Qırmızı Ayparaq, onlar Qırmızı Xaç deyirlər. Dünən göndərmişəm onları Ermənistana. Gedib ermənilərlə görüşüblər. Bugün də göndərmişəm ora. Orada kim itkindir, kim bəlkə həlak olubdu orada. Onların hamısını aydınlaşdıram, gün aydınlaşdıracağım. Narahat olmayın. Narahat olmayın. Döyüşlərdə yaralanan şəxslərin Naxçıvanda elə bir şərait tövxüdür ki, onları müalicə eləməyə. Bir hissəsi Naxçıvanda müalicə olunur, amma elə sahələr vardı ki, elə yerdən yaralılar vardı ki, onların müalicə etmək çətin idi. Və Heydər Əliyev birbaşa Süleyman Dəmirələ telefon açırdı və həmin əskərlərin bir hissəsini, əksəriyyətini biz göndərdik Erzurum şəhərinə. Həmin əskərlərimiz orada müalicə olan dövrdə Heydər Əliyev özü getdi onların yanına, baş çəkdi, onları ziyarət elədi.
Merhaba, merhaba. Merhaba, merhaba. Selamünaleyküm. Haradansın? Şəhərdən? Maşınlarda gəldiniz. Əvvəlci partiyada gəldim. Ha, əvvəlci partiyadan gəldim. Ha, birinci partiyanı da mən vertolyotdan göndərmişdim. Ondan sonra bir partiyadan sonra geldim. Maşınlarda. Biz onların içerisinde kurucu kaldığı için hayatını yaptık. Sağ olun. Genç baksanız aslan gibi. Aslan mı? Azərbaycan Ali Sovetinin deputatlarının ümumi sayı 360 nəfər müəyyən edilir. Ümumi sayı yox. Yenilərlə, yaşlılar. Mən deyim, sonra siz gəlin deyin, çox başlamalı olun. Ümumi sayı 360 nəfər müəyyən edilir. Ondan sonra 111-ci maddədə yazılır ki, Ali Sovetin iclaslarının səlahiyyətli olması üçün deputatların ümumi sayının 3'də ikisi iştirak edilir. Orada söhbət Ali Sovetin təzini seçkisinlər. Deputatların ixtiyarı var ki, 174 nəfər düzdür, açıq. 174 nəfər. Səhər То есть очень своевременное заявление. Это я вам гарантирую в этом вопросе. Понимаете? Heydər Əliyev Türkiyə səfər eləyəndə biz getdik onu İqdirdən yola salmağa. İqdir də o vaxt təzə valili olmuşdu. Biz özümüz də gözləmirdik ki, İqdir cəmaatı Heydər Əliyev orada necə qarşılayar. Demək, eşitmişlər ki, Heydər Əliyev gəlir, gedəcək Ərzuruma samolyota minməyə, samolyotla getməyə. İqdirin mərkəzində miting təşkil eləmişlər. Türklər Heydər Əliyev bizim əlimizdən aldılar, qaldırdılar çiynlərinə. Təxminən bir 200 metr, 250 metr ki, miting cəmaat yığılmışdı. Cəmaat çəkildi, Heydər Əliyevi, deməli, cəmaat türklər çiynlərində apardılar meydan mərkəzinə ki, haradakı mikrofon zad qurulmuşdu. Bildiğiniz gibi Azerbaycan indi çok zor durumdadır. Azerbaycan halkı bir neçə ildir ki Ermenistan'ın tecavüzüne maruz kalmış, muharebe aparır.
Naxçıvan Muxtar Respublikası həmin dövrdə eşkəna çıxışı yox idi. Bizim bir ümidimiz ancaq Türkiyə Respublikası olan çıxışı idi. Və bu körpünün də açılmasında Heydər Əliyevin misilsiz, mən deyərdim ki, zəhməti var. Demək, o körpü Heydər Əliyevin sayəsində açıldı. Qısa bir müddətdə danışıqlar nəticəsində Türkiyə tərəfindən körpünün inşası başa çatdırıldı və Süleyman Dəmirəl həmin dövrdə mən hesab edirəm ki, bizim hörmətli prezidentimizin özünün şəxsi nüfuzuna görə çox böyük hörmət, böyük bir heyətlə gəlmişdi. Süleyman Dəmirəlin ilk dəfə samolyotu Naxçıvana düşdü. Özü ilə barabar 25-ə kimi nazir gəlmişdi Süleyman Dəmirəllə. 50-dən artıq da rəsmi deputatlar gəlmişdilər Naxçıvana. Biz Naxçıvanda bunları qarşıladıq. 10 dəqiqə müddətində qarşılama mərasimi vaxt az idi. Oturduq maşınlara, getdik. Türkiyə tərəfdə böyük bir məclis quruldu, orada çıxışlar oldu. Mən sizə deyim, Heydər Əliyevə söz veriləndə bütün Türkiyə tərəfdən olan cəmaat da, bizim tərəfdən olan insanlar da hamısı Haydar Baba deyib bir 10 dəqiqə, 15 dəqiqə əl çaldılar, imkan vermədilər Heydər Əliyev danışdı. Ondan sonra Heydər Əliyev qısa bir nitq söylədi, sonra Süleyman Dəmirəl qısa bir nitq söylədi və bununla da həmin bu Həsrət Körpüsünün açılışı oldu. Bundan sonra mən deyərdim ki, Naxçıvan bütün əsasən iqtisadi məsələlərin biz həmin o körpü vasitəsilə istifadə edək. Çünki bilirsiniz ki, samolyotla 350 min əhalini saxlamaq çox ağır idi. Bugün mənə qarşı düşmənçilik elə bir vəziyyətdə mən Ali Sovetin sədri qala bilmərəm. Bizim parlament bir elli və bu birlikdə ən əsas problemlərdən biri o zaman Naxçıvan Muxtar Respublikasına Ermənistan tərəfindən olan hücumlar idi. Yəni, Naxçıvan Muxtar Respublikasını bilirsiniz ki, əsas sərhəd xətti Ermənistanladır. Yalnız 11 kilometr Türkiyə ilə, qalanı isə İran İslam Respublikası ilə idi. Mütəmadi olaraq bütün tərəflərdən, bütün istiqamətlərdə, istər Ordubad istiqamətində, istər Babək istiqamətində, istər Sədrək istiqamətində Naxçıvan Muxtar Respublikasına qarşı həddindən ziyada mütəmadi hücumlar olurdu. Heydər Əliyev Qars müqaviləsini yada saldı, Qars müqaviləsini qaldırdı. Hətta biz bunu təzədən sessiyada bir daha müzakirə elədik, bu qərarı bir daha qüvvətləndirdik. Heydər Əliyev cənabları Naxçıvan Ali Sovetinin sədri kimi səfər elədi Türkiyə Cümhuriyyətinə və Türkiyə Cümhuriyyətinin o zamanki prezidenti Turgut Özal cənabları ilə Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəl cənabları ilə görüşdü. Və Turgut Özal'la həmin görüşdə Qars müqaviləsini
şərtlərin yada salıb ona dedi ki, əgər Naxçıvana qarşı hər hansı bir gələcəkdə hücum olsa, təhlükə olsa, Türkiyə Cümhuriyyəti Naxçıvanın qarantı kimi çıxış edir. 92-ci ildə müqavilə imzalandı. Bu da Kars müqaviləsinin tam tanınmasını və Kars müqaviləsinin Naxçıvana aid bütün müddalarının yeniləşdirilməsi idi. Mən deyirəm də, imkan verin fikrimi çatdırım. Mən hesab edirəm ki, belə bir şəxs bugün Heydər Əliyev ola bilər. Birinci Heydər Əliyev, böyük, ay yoldaş, qoy mən sözümü deyim, sonra təkrar eləyərsən. Bir dəfə mən səni kəsməmişəm sözünü, otur ginən xahiş eləyirəm. Bir dəqiqə xahiş eləməklə siz. O burada oturan dirilərdən 100 dəfən diridir. Bəli, mənim fikrimdə, indi mən fikrimi deyirəm, razılaşırsan, razılaş. Mən təklif edirəm ki, mən sözümün əvvəlində də dedim, gənə təkrar edirəm, sizdən xahiş edirəm. Mən icazə verin, fikrimi çatdırım, razılaşarsınız, razılaşmazsınız, o ikinci məsələ. Əmbə, dərhal bu fikri siz yox deməyin. Burada belə bir fikir deyirlər ki, güya Heydər Əliyev Moskvanın adamıdır. O tamamilə yanlış bir fikirdir. Moskva onun əksinə çıxış eləyir. Moskva heç vaxt istəmir ki, burada qüvvəli, nüfuzlu, böyük təcrübəyə malik olan adam rəhbərlik eləsin. Və Moskva tərəfdən əlbəttə buna müqavimət olacaqdır. Mən hesab edirəm ki, Əliyev elə bir hakimiyyətə gətirilsəydi, mən bir də bir şey demək istəyirəm. İnanın ki, Əliyevdən ötəri bu, yəqin ki, hamıdan az lazımdır. Bu Respublikaya lazımdır. В республике царил полнейший хаос. Фактически началась гражданская война. Было очень много различных вооруженных формирований. И вот в этой обстановке единственной надеждой был Гейдар Алиев. Все взоры были направлены на Нахчевань. И, конечно, очень многие это понимали, но я, как человек в парламенте, имел большими возможностями влиять на эти процессы. И, может быть, больше, чем кто-то другой понимал необходимость прихода Гейдара Алиевича к власти, к руководству республикой. Alo? Bəlkə indi o mavin kim aradı ki? Açıq gələn tərəfə. Mavin versən 27.05, 2.00 versin, 2.00 verin. Bir dəqiqə verirlər mənim, bir dəqiqə. Alo, Naxtı var. Kimdir? Deyirəm, kimdir danışın? Abdullayev, sən 2.00 çağır, 3.00 zəxur, Heydər Əliyevin evə zəxur və yaxud da işə deşurmayan zəxur görüm aradadır. Buyurun. Hə? Deyir Eldar İbrahimov, vacib lazımdır. Səmətzadə yoldaş. Tercihini deyiversin. Tərzini. Naxtı var. Yok. Yardım qayda nəzər qoyda olsun. Siz özü dinləyin, hamısını məsələ. Bakım, doğrudan o heç kəs upanlamaq istədən inandırır. Naxçıvanı tercihini verin də. Necə? Alo. Kim yoxdur? Naxçıvana kanal yoxdur.
Ne oldu? İmtihana danışırdıq, ne oldu ki bu kanalda? Alo? Heydər Əliyev var mı? Alo? Alo? Heydər Əliyev lazımdır. Ali Səvətdəndir, Səmədzədən. Bəli. Yox, vacib deyil, təcili lazımdır. Bilirəm, burada sessiyanın icrası gedir. Sessiya fasilə elan edib, o ilə vacib bir məsələdə məsləhətləşmək istəyirdik. Yox, deyin ki, Ali Səbətin sessiyası gedir. Sessiya fasilə elan edib. Onunla əlaqədar bir məsələ çıxıb ortaya, istəyirdim özüm danışım oyla. Bəli. Yox, zəng vursan gec olar, gözləyirəm. Gözləyirəm telefonda da. Heydər Əliyev Naxçıvan Ali Məhkəməsinin sədri işlədiyi dövrdə onun fəaliyyəti Naxçıvan Muxtar Respublikasının çərçivəsi ilə əhatə olunmurdu. Onun orada qəbul elədiyi qərarlar, onun orada gördüyü işlər, atdığı adımlar artıq müstəqil Azərbaycan dövlətinin ümumi mənafeyinə xidmət edən adımlar idi. Clinton yeni prezident seçiləndə Amerika Birləşmiş Ştatlar, mənim yadımdadır, Heydər Əliyev cənabları ona təbrik məktubu biz hazırladıq, göndərdi və məktubun axırında bir cümlə yazdıq ki, bəs Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, belə həm siyasi, həm iqtisadi cəhətdən çətinlərimiz var. Düzü, qəlbən mən hesab edirdim ki, bizim heç bu təbrik məktubumuz bu boyda Amerika Birləşmiş Dövlətinin heç başını yeyib çatmaz da. Lakin üstündən bir həftə keçmişdi. Bir gün axşam Heydər Əliyev mənə dəvət elədi otağına. Dedi, Rəşid, sabah saat 1-ci reysinlə Amerikanın səfiri xanımı ilə gəlir, ged onları qarşıla. Mən getdim, bunları qarşıladım. Gəldi Heydər Əliyev yanına bir saat söhbət oldu. Mən də bu söhbətə iştirak elədim. Onlar maraqlı bir məsələ toxundular. Dedilər ki, bəs bizi şəxsən Clinton özü göndərib. Sizə minnətdarlığını bildirir təbrik məktubuna görə və dedi, siz təbrik məktubunda bir bənd yazmış ki, Naxçıvan blokadada kömək lazımdır. Onda onlar qeyd elədilər ki, axı Amerika Birləşmiş Ştatları Konqresinin 907 nömrəli indi məşhur olan, o vaxt heç bu qərarın çox yerdə də adı yox idi. 907 nömrəli qərar var. Amerika dövləti çərçivəsində Azərbaycana yardım oluna bilməz, dövlət səviyyəsində. Amma Clinton neçə ki, dövlət başı seçilib, bu Naxçıvana yardım eləmək istəyir. Amma o qərar imkan vermir ki, demək, yardım Azərbaycan ərazisi ilə, Bakı vasitəsi ilə Naxçıvana çatdırılsın. Və onlar belə təklif elədilər ki, belə bir marşrut ki, yardım gəlsin Yerevana, Yerevandan samolyot təzdən gəlsin Naxçıvana. Onda Heydər Əliyev imtina elədi. Dedi ki, Clintona mən böyük səmimi sayğılarımı çatdırın, minnətdarımı bildirin. Yerevandan əgər o samolyot Naxçıvana gələcəksə, onda o yardım bizə lazım deyil. Və Heydər Əliyev başqa marşrut təklif elədi ki, əgər samolyot yardım gəlmək istəyirsə, Erzurum Naxçıvan marşrutu verdi. Onlar da bəyəndilər. Səhərsi günü bir hərbi təyyarə, Amerikanın bir hərbi təyyarəsi Naxçıvan hava limanına yendi və 1 milyon dollarlıq məbləğində səfir xanımın özü də iştirak elədi. Naxçıvana demək olar ki, əsasən demək, dava dərman, sarğı materialı həmin dövlətdə də Naxçıvanda bu döyüşlərin gedən dövrü idi. Əsasən sarğı materialı, arğı kəsici demək,
dərmanlar 1 milyon dollarlıq onlar Naxçıvana yardım elədilər. Bir dənə dediyim kimi bizim bir təbrik məktubuna görə. Biz danışmışdıq ki, sizinlə bu rejimdən çıxaq. Biz danışmışdıq ki, müstəqilliyimiz olsun. Biz danışmışdıq ki, hərbi polis rejimi olmasın. Biz sizinlə danışmışdıq ki, ədalətli dövlət quraq, ədalətli cəmiyyət quraq. Bəlkə mən yalan danışıram, Əbülfəz bəy. Biz nə qurduq? Bax, biz nə qurduq? Mən sizi xəbərdarlıq edirəm və tələb edirəm. Əksinə, siz bütün tədbirləri görün, İsa bəy də, Nazir də ki, nəhayət bizim istiqlaliyyətimizə çox böyük bir təhlükə əmələ gəlib, hətta düzgün ilə təşkil edib, xalqı silahladıb, bu dəfə xalq hökuməti müdafiə eləsinlər. Heç bir Əliyev və başqası hakimiyyətə gələ bilməyəcək. Bugün mütəllim olan adamları buradadır. Həmin onlar ki, Əliyevə qarşı düşəlirdilər. Sabah sessiz sağınızda var, bir-birinizlə dursa, hətta mən nə qədər İsrail də bura gəlib. Nə hadisə törənər? Azərbaycanda hansı hadisə baş verər? Mən heç bir telekanalıyla başqalarıyla da çıxmıram, tək adamam. Heç kimdən də qorxum yoxdur, canımı da qurban verməyə hazıram. Amma bugün sizdən qatı tələb edirəm. Zülmdən şəhidlər vermişik. Müharibədə həlak olmuşuq. Və bugün Kommunist Partiyasının, Moskvanın və yaxud Amerikan siyasətinin burada həyata keçirmək lazım deyil. Sabahımız qalsıq ki, masallar qoyasaq. Amma demokratiya geriyə yol yoxdur. Mən şübhələnirəm Əbülfəz bəy səndən də, İsra bəy səndən də. Mən aldadılmış xalq üzvlərindən aldığından danışıram. Bütün bu cür məhkəmənin sədri kimi ilanıcı boyda mən rüşvətə yol vermədim. Bəy sənin, İsra bəy sənin dövlətimizin təmizliyi üçün çalışdım. Bugün mən də öz vəzifəmdən istifa verirəm və xahiş edirəm qəbul edin. Amma bu kamerganı yığışdırın. Yığışdırın. Heç vaxt birbaşa xalqa müraciət edəcəm. Bugün paytaxtda Şirvan torpağındadır. Dedim, bəsdir biz yerini bazlıq elədiniz. Bəsdir qoydunuz xalq cəbhəsinin nümayəndələrin gəldi oldu, şərişlə operatolarla ölkəni çapdı taladı. AXC-nin proqramından kənara çıxdınız. Prezidentin platformasından kənara çıxdınız. Heç vaxt nəqədən dilimiz ziyan oldu deməkdən ki, qanunların aliliyin təmin edin. Qanunların aliliyin gözləyin. Qanunları qəbul edin. Ben bilmirəm, əməliyyat aparmışsınız ya yox. Amma aparmışsınız da çox savaşsız, peşəşarcasına aparmamışsınız. Siz dövlətə tabi olmayan qoşunları layiqincə dinc yolla, sülh yolla tabi etə bilməmişsiniz. Bunu etiraf edin. Ben lazımdır istehkara gedin. Bugün nə qədər xalq hakimiyyətində nümayəndələr var. Nə qədər hakimiyyət tamamilə dəyişib. Bütün Azərbaycanın kursunun müstəqilliyi ilə heç kimə çıxış eləməyə, məni məcbur eləməyin, mənə inanırsınız. Dinləyin öz bu proqram orada. İntihar edirəm və sizin yenidən Amerika və yaxud Rusiyanın və Maston təşkilatı ilə Azərbaycanın müstəqilliyinə gətirdiyiniz Quraqəni mən bu hamiyə çatdıram, öz ölümümdən çatdıram, oğlumu hamiyə çatdıram, Kabaqları qutarın. Əbülfəz bəy, siz əgər istəyirsinizsə bu respublikada qarşı durmaq tutar yaranmasın, İsa bəy istifa verməlidir bugün. Bugün istifa verməlidir, yoxsa qardaş qırğını başlayacaq. Heydər Əliyevin Naxçıvanda fəaliyyəti onun, mən hesab edirəm ki, həyatında həm çətin anlar oldu, həm şərəfli. Çünki Heydər Əliyevin bütün hakimiyyəti də, onun fəaliyyəti də bütün Azərbaycan xalqının gözü qarşısındadır. Laf Mərkəz Komitənin katibi işləyən dövrdə də və yaxud bugünkü prezident fəaliyyəti dövrdə. Amma onun həyatında mən hesab edirəm ki, ən çətin an Naxçıvanda işlədiyi dövrdür və həm şərəfli, həm də çətin həyat yolu. Onun özü də bir neçə dəfə yadınızdadırsa, iclaslarda qeyd edib ki, mənim həyatımın ən ağır dövrü, mənim şərəfli dövrü Naxçıvan dövrü olubdur.
hüdudunda Gəncə şəhərində qanlı hadisələr baş vermiş, insan tələfatı olmuş və bununla əlaqədar Gəncə şəhərində, onun ətrafında olan rayonlarda və ümumən bütün Azərbaycan Respublikasında böyük gərginlik yaranmış, mürəkkəb vəziyyət mövcuddur. Bu hadisələrlə əlaqədar mən vicdanımın tələbi ilə Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrindən olan adamların xahişi ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəlmişəm və bu mürəkkəb vəziyyətdən, ağır vəziyyətdən çıxış yollarının axtarılması, milli barışıq, milli həmrəylik təmin olunması prosesinə qatılmışam. Mən əvvəllər də demişəm, bir də deyirəm, qan tökülüb, cinayət yapılıb, böyük faciə baş verib, ancaq bunun dərinləşməsinə heç vəclə yol vermək olmaz və Azərbaycanın bütün vətənpərvər insanları hamısı birləşib bu ağır vəziyyətdən uğurla çıxmaq üçün çalışmalıdır və çıxış yolu da ancaq danışıqlar vasitəsilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıq vasitəsilə ola bilər. Güc işlənilməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur və bu prinsipləri əsas tutaraq mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm. Bir saatdan sonra mən Gəncəyə yola düşərəm və xahiş edirəm ki, burada iştirak edən müxbirlər, yaxud da ki, başqa müxbirlər, televiziya, qəzet işçiləri də məndən getmək arzusu olsalar, bir saatdan sonra Ali Sovetin binasının ətrafına toplarsınlar, mən buradan yola düşəcəyim. Başqa kimin bir sözü varsa buyursun. Mənim bu günləri burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib bu məsələni ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox böyük narazılıq hissi doğur. Mən Naxçıvandan bura özüm gəlməmişim. Məni bura dəvət edib. Mənə dəfələrlə İsa Qəmbərov, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlin, burada bir vəzifə tutun və bərabər bu məsələlərin həll olunmasına iştirak edin. Neçə gündür ki, məndən danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişim. Bugün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar 10 gündür ki, Azərbaycan bərbad vəziyyətdədir. Parmaq parmağı vurmayıblar. Azərbaycandan kənarda gəzirlər. Burada oturub kabinetlərdə cürbəcür işlərlə məşğul oldular. Başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm. Heç bir vəzifə tutmaq istəmirəm.
1990-cı ilin 91-ci fevral ayında bu salonda, bu tribundan çıxış ederken demiştim. Ben Azerbaycan'a halkımla bir yerde olmak ve halkımın bağlı günde ona kömekçi olmak için gelmişim. Onda beni kabul etmediler. Гайдар Алиевич – человек исключительного мужества и решительности, исключительной силы воли. Много можно привести примеров. Я хочу напомнить всем сессию Верховного Совета, на которой Гайдару Алиевичу старались устроить обструкции. Təcavüz məqsədi daşıyır. Azərbaycan xüsusən sərhədlərini rayonlar təhlükə altındadır. Və əmin edirəm ki, mən bu yoldan dönməyəcəm. Создать комиссию или поручить комиссиям разобрать этот тест. Вы хватит слушайте. Каждый раз заявляются всякие вещи. Я требую. Nə komissiya yaratmaq istəyirsiniz? Nə komissiya yaratmaq istəyirsiniz? Ayıqlayın sizə. Mən öz sözümü deyirəm burada. Mən söz deyən kimi, mən əleyhinə komissiya yaratmaz. Bu nə qədər demokratik işdir? Bir vicdanınız olsun. Mən heç bir vəzifə tutmaq iddiasında deyil. Bugün də deyirəm. Bu dəqiqə buradan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən gəlib təsadüfi bu salda oturub, bağır vəziyyətdə məsələnin mürəkkəbləşdirməsi məni hiddətləndirir. Fəqət bu ağır vəziyyətdə bundan çıxmaq üçün mən vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin sədrinin mavini kimi, əgər lazım olsa Ali Sovetin sədri, əgər siz seçsəniz, etimad göstərsəniz, onun kimi, baxmayaraq ki, mən bunu istəmirəm, mən bunu dəfələrlə deyirəm. Mən bu yana gedirəm ancaq bu xalqın bu ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün. Mən başqa məqsədim yoxdur. Burada o danışanlar adamların bəziləri ancaq məqsəd üçün bura gəlir. Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var və hamını birləşdirib bu vəziyyətdən çıxmalıdır.